Hə dostlar, mənim bugünkü videom Oğuz Dağı'nın Bayan kəndindədir. Bayan kəndində mən onu da deyim ki, neçə illər biz dostluq eləyirik. 1984-cü ildə biz əskəri xidmətini qutarandan sonra əziz dostumuz, qardaşımız Tərlanla dostluq eləmişik. Sovet dönəmindən üzübəri. Hələ də bu dostluğu biz davam eləyirik. Yəni gedişimiz, gəlişimiz həqiqətən də belə indi Tərlan yanındadır, mən deyirəm, üzə demək olmasın, ancaq belə həqiqətən də var. Yəni o dostluğu biz itirmirik. Mən indi öz dostumuz Mikhailov Tərlanın həyətindən az da olsa sizə video çəkiliş edirəm, yəni məlumat verəcəm. Burada mən Bayan kəndində bəzi belə dolanışıq yolların Tərlan qardaşımızdan öyrəndim. Həqiqətən də mən razı qalmadım. Ona görə ki, burada bir neçə il əvvəl başqa idi, indi vəziyyət başqa cür olub. Mən elə bax bu qapının, həyətin girəcəyindən sizə bir dənə ağacı göstərirəm. Bax, ağacın yanmış vəziyyətini sizə göstərirəm. Görün ki, ağac susuzdan yanır. Yəni başqa ağaclar da var. Fındıq ağacı, alma ağacı yaxşı vəziyyətdədir. Ancaq ağacın belə quruduğu göz qabağındadır. Bu da ondan gəlişi yəqin ki, suyu yoxdur. İndi mən birazdan Tərlan qardaşımıza söz verəcəm, özü də danışacaq. Sonra həyətdə bax belə evin arxasında biraz yer var. Yəni orada da o qədər elə bir şey eləmirlər. Ona görə ki, su yoxdur. Mən indi artıq ora gedə bilmirəm. İndi çalışıram ki, gedim. Sonra həyətin bu bir üzündən çəkirəm. Bu göyəm ağacıdır. Göyəm ağacı o qədər su istəmir, ancaq o düşü cavanıdır. Biraz yaşıllığı saxlayır. Bir həyətin boş olduğu görükür. Elə indi Tərlan, sən özün də gəl bura. Özün də gəl bura Tərlan. Bəlkə elə burada kölgədə durasan. Mənim indi fikirləşdiyimlə bilmirəm mən düz deyirəm yoxsa yox. Elə mən sizdən istəyərdim ki, suyun burada bax cəmaata necə verildiyini eləsən, dilə gətirəsən, deyəsən. Su sizdə sarğaçlandır. Sarğaçla. Sarğaçlandır, bəli. Qiymət neçədir? Biz suya həsrət qalırıq. Yay vaxtı. Bəli, yay vaxtı. Bax, 2 ay idi. Biz saat hesabı su alırıq. Nə əl üzü yuya bilirik, nə bir başı çay dəmləyə bilirik, bir şey də olmadı. Çünki səhərdən kəsirlər, işıq gəlib, suyu. Bir də axşam tərəfi ya ola, ya olmaya. Düz deyil, yay vaxtı olduğu üçün bəzi şeyləri yəni ki, çatırmaq olmur, çox yerlərə sular verirlər. Yəni, Oğuzun suyu əsasən Bakıya gedir. Ona görə də yəni, bulaqların istilikdən olduğu üçün, istilik çox olduğu üçün yayda. Bizim su kanallarındaki sularımız quruyur. Quruyur. Bəli, quruyur. Ona görə baxın, həyətlər yanıb hamısı. Orada ağaçlar yanır. Biraz həyətdə delik yeri var, yanır hamısı. Pomidor, xiyar, əhmişəm, biber yanır hamısı. Ona görə biraz vəziyyət belə çətindir. Bakı şəraitində suyun olmaması bir başqa, ancaq biz Bakıda bu qədər əziyyət çəkmirik. Ancaq rayon yerində olasan, sulu bir yerdə olasan, suyun bol olan yerində belə sudan əziyyət çəkəsən, həqiqətən də acıcaqlı vəziyyətdir. Mən elə həqiqətən də bu barədə çox razı qaldım. Yəni burada cəmaatın bu cür sudan əziyyət çəkməyindən. İndi də yenə də belədir, həyatla biz barışmalıyıq. Həm də barışırıq da, o sözsüz. Və belə həyatdan bu qədər. İndi bizim mən bura gəlişimlə yoldaşlı gəlmişik. Sosial Dövlət Naminə İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, Həkəri qəzetinin xüsusi müxbiri, Qızıl Qələm mükafatçısı, Qarabağ Azərbaycandır medalı ilə təltif olunmuş
hörmətli bizim ziyalımız Hamlet Abbasov müəllimlə gəlmişəm bura. Biz bu gecə də qalmışıq burada. Tərlan qardaşımızın qonağı olduq. Həqiqətən də bizə çox yaxşı qulluq olundu. Gecəmizi də burada yatdıq, qaldıq, yəni keçirdik. Yerimiz də sərin. O bərdə biz də sizdən çox razıyıq Tərlan. Allah evinizi var eləsin. Allah sizə can sağlığı versin. Mən indi sözü verəcəm bizim hörmətli ziyalımız Abbasov müəllimə. Bəlkə siz də bura Oğuz rayonunun Bayan kəndindən sözünüzü deyəsiniz. Bütün əhalisinə buradan salam deyirəm. Oğuz rayonu bizim Azərbaycanın demək olar ki, həm dağ, həm də aran rayonlarındandır. Həm dağ yeri var, həm aran yeri var. Ümumiyyətcə, uzanan insanların özünün üstünlüyü var. Bizdə Tərlan dayının, həm də eyni zamanda Tərlan dayı musiqi müəllimidir. Uzun illər Azərbaycanın musiqisinə ömrünü həsr eləmiş bir müəllimdir. Özü də eyni tar müəllimidir, həm də tar düzəldir. Alat, o tar alatı o qədər incə alatdır ki, onu hər adam, hər sənətkar onu düzəldə bilmir. Amma Tərlan dayı, Tərlan müəllim elə həm də tar düzəldir, həm də müəllimdir. Onun qonağı olduq, həqiqətən də çox əziyyətimizi çəkdi, haqqını halal eləsin. Çox dəyərli müəllimlərdəndir bizim üçün. İndi bu həyatından da əl zəhmətinə, əl qabarı ilə, vaxtı ilə gətirib əkçiyə eləyib. Bitirlər. Təbii ki, mən bunu bir neçə öncə əvvəlki videolarında da demişəm. Ağaca qulluq bir körpə qulluq qədər əziyyətli bir şeydir. Yəni ağaca, bağa qulluq bir körpə elə bir ki, qulluq edirsən də. Həkim niyə ki, körpəyə qulluq edir? Bu, yəni məsələn, körpə xəstədirsə, bu dirçəlsin, böyüksün. Bax, bağban da elə bil o bağına, o qayda, o əməyi, o əziyyəti sərf edir. Zəhmətkeş insandır, əllərinin qabarı ilə qolanan insandır. Yəni, belə də müstəqəl, yəni Su dərdindən də. su dərdindən, Ağaçlarımız tökülür. su da indi elə bir qlobal məsələdir də, bu yay ayları ki, çay Ağacının bütün üstündəki altında çay tökülür. hamısı töküldü. Allah Tərlan müəllimə uzun ömür, can sağlığı diləyirəm. Bir dənə xəstə övladı da olub, 3 ilə yaxın o xəstə övladının çox əziyyətini çəkir. Uşaq indi şükür yaxşıdır biraz. Şükür və babətli o gəlib elə uşağı biraz o vəziyyətdə görəndə həqiqətən biz də elə sevindik ki, uşaqda yəni irəliləyiş var. Əvvəllər o 3 il yataq xəstəsi olub. Həm də elə o övladının xəstə olması da bunu bir ağır sınaqdan çıxardı. Ağır bir çətinliklərdən, ağır bir yoldan çıxardı. Amma Tərlan dayı Allah Taala həmişə sevdiyi bəndələri yoxlamaq üçün onları imtahana çəkir, figurallar imtahanda necə çıxacaqlar. İndi elə bu günə də şükür ki, indi uşaqda yaxşıdır, yavaş da olsa yeriyir. Bizim millət çox əziyyət çəkirsən. Bu da həyatdır. Allah özünü uşağa da kömək olsun, tezliklə yenə də şəfasını tapsın. Allah sizdən də razı olsun. Mürsəl dayı, sən də çox sağ ol. Bir təkəlik əziyyətini fotoğraf biri olaraq həmişə insanların əməyini çəkmək, onları işıqlandırmaq, öz sözlərində paylaşmaq. Bu da bir vətənpərvərliyin, bir vətənsevərliyin nümunəsidir. Vətənpərvərlik ilə o demək deyil ki, gedib əlinə alıb silah döyüşəsən. Hər sahədə vətənpərvərlik var. Elə o cümlədən də bizim Tərlan dayı da, elə o da dövlətinə, xalqına, Azərbaycan xalqının milli musiqilərindən danışdı. Elə bir milli musiqilərindən bizdən söhbət apardı ki, xalq mahnıları ki, bir şey, onlar indi unudulub, o xalq mahnıları toylarda da oxunur. Amma mən özüm də hala bəlkə biraz da xətrinə dəyilib, dedim, dayı və sən ləzzi olasan, Azərbaycanın belə musiqilərin, Azərbaycan musiqiləri, sırf Azərbaycanlılardan da, yəni qılıq musiqi kimi olanda büyüdü biləsən. Yəni dövlətimizə, xalqımıza həqiqətən də bağlı bir adamdır. Gedib bizim o xalq musiqilərini, musiqi məktəbində Azərbaycanın gələcəyi olan balaca fidanlara o musiqimizi aşılayır. Allah sizə də uzun ömür, can sağlığı. Sağ olun. Allah hamımızdan razı olsun. Can sağlığı. Allah evinizi var eləsin. Bir daha Sağ olun kardeşim. Tərlan qardaşım, Asker yoldaşı. sizə Allah uzun ömür versin. Allah balana da şəfa versin. Amin inşallah. Bütün Bizim şifa versin. Tərlan qardaşımız da məhləsindən bu qədər. Bu məhlədən
Xəttə qalın, inşallah videonun davamı gələcək. Videonu izlədiyiniz üçün hər kəsə təşəkkür edirəm. Sağ olun, var olun.